psixologiyaya əsasən insanın şəxsiyyətini qırmağın ən asan yolu onu daima düzəltməkdir. Hətta ən xırdalıqları belə. İndi kepkamı düzəldə bilərəm, diqqətiniz artıq məndədir. Kənardan kömək etmiş kimi görsənirsiniz. Amma əslində o köməyin altında düzəlişlər gizlənib. Tənqid içindəki özgüvənvi dağdır. Yəqin ki, yadınızdadır, hər birimiz uşaqlıqda çuluğu şuluq olmuşuq. Böyüdüyüz isə sakit, motivasiyasız bir cəsədə çevrilmişik. Əhatənizdə tənbəl insan yəqin ki var və eləsini tanıyırsınız. Bəs o niyə tənbəldir? Çünki onu tez-tez düzəldirlər. Misal üçün, siz oturmuşsunuz divanda, telefonla oynayırsınız və birdən otağa kimsə girir və istəyir ki, az oyna, telefondan başın xarab olacaq axırda. Dərs oxuyursan, yazı yazırsan, amma sənin dərs oxumağı yox, beli və əyri tutmağı irad bildirirlər. Və yaxud da otağı necəsə olsa yığışdırmağa çalışmısan, amma onun səliqəsiz və cüzi əyri düzəltməyə bir irad bildirirlər. Bu xırdalıqların hər biri yığılır və axırda bu yetim deyir ki, ala mən heç nəyi bu dünyada eləyə bilmirəm. Ona görə də heç nə etmir. Bu əslində tənbəllik deyil, sadəcə davamlı olaraq qiymətləndirilməkdən bezməkdir. Get-get özünə güvənmirsən, özünü əlatsız, nə bilim, lox hiss edirsən. Sadaladığım situasiyalarda özünü tanıdınsa, sərhədləri və qoru. Təbii ki, tənqidə açıq insan olmaq lazımdır. Amma bu sərhədi qoruyub saxlamalısan. Ona görə də tənbəllik etmə, videonu bəyən və səhifəyə takib et. Hər şey, bütün videoda deyilənlərim bu sözü üçün idi. Təbii ki, zərifatdır.